Salam, hörmətli abituriyentlər. 17-ci əsrin birinci yarısında Səfəvi Osmanlı müharibələrindən danışırıq. Şah Abbas hakimiyyətə gəldikdən sonra onun qarşısında 3 əsas məqsəd var idi. Birinci, Osmanlılardan Azərbaycan torpaqlarını almaq. 2, İran körfəzindən Portuqalları çıxartmaq və 3, Şeybaniləri Xorasandan çıxarmaq. 1599-cu ildə Şeybaniləri məğlub edir və Xorasan yenidən Səfəvilər dövlətinə birləşdirilir. İndi Azərbaycan ərazilərini Osmanlılardan azad etməlidir. Və hərbi əməliyyatları 1603-cü ildə başlayır. 1603-cü ildə Təbriz şəhəri tamam azad edilir Osmanlılardan. Həmin il Ordubad və Naxçıvan da azad olunur. 1604-cü ildə İrəvan azad olunur. 1605-ci ildə Sufyan döyüşü baş verir və Sufyan döyüşündə Osmanlı qüvvələri məğlub edilir. Və 1605-1607-ci illərdə Gəncə, Qarabağ, həmçinin Şirvan bölgəsi işğaldan azad olunur. 1612-ci illər ilə qədər artıq Azərbaycan əraziləri, nəinki Azərbaycan əraziləri, Tiflis və Loru da işğaldan azad olunur. Yəni Şərqi Gürcüstana da gedib çıxır Şah Abbas 6-7-ci illərdə. Və 1612-ci ildə 2-ci İstanbul müqaviləsi imzalanır. 2-ci İstanbul müqaviləsi. 2-ci İstanbul müqaviləsi də Amasya müqaviləsinin şərtlərini təsdiq edir. Və Azərbaycan əraziləri Osmanlılardan azad olunur. Lakin bu davamlı deyildi. 2-ci İstanbul müqaviləsi 1616-cı ildə Osmanlılar yenidən hücuma keçirlər. Bu müharibədə Krım qüvvələri Osmanlılar tərəfdən döyüşür. Eynən 2-ci mərhələdə olduğu kimi. 1618-ci ildə baş verən Sınıq körpü döyüşündə Səfəvilər Birləşmiş Osmanlı Krım qüvvələrini məğlub edir. Və həmin il 1618-ci ildə Mərənd müqaviləsi imzalanır. Mərənd müqaviləsi ilə də yenə də Amasyanın şərtləri, 2-ci İstanbulun şərtləri təsdiq edilir. Yəni 2-ci İstanbulda Amasyanı təsdiq edirdi. Mərənd də 2-ci İstanbulu təsdiq edirsə, deməli həm də Amasyanı təsdiq edir. Bu müqavilələrin hər ikisi həm 2-ci İstanbul, həm Mərənd Amasya müqaviləsinin şərtlərini təsdiq eləyir. 1622-ci ilə gəldiyimizdə görürük ki, Osmanlıda vəziyyət çox mürəkkəbdir. Sultan II. Osman devrilib hakimiyyətdən, ara qarışıb və Abbas bundan istifadə eləyir. Hücuma keçərək 1622-23-cü illərdə Bağdad, Mosul, Kərbəla, Nəcəf şəhərlərini işğaldan azad edir. Yəni Osmanlılardan azad edir, tutur. Lakin 1629-cu ildə Abbasın ölümündən sonra onun yerinə gələn birinci Səfi müharibəni uğurla davam etdirə bilmir. Və Səfəvilər tutduqları əraziləri itirirlər. Məsələn, 1638-ci ildə 4-cü Murad Bağdadı geri qaytarır. Və tərəflər arasında 1639-cu ildə Qəsr-i Şirin sülh müqaviləsi imzalanır. Sülhün şərtlərinə əsasən Amasyanın şərtləri yenə də bərpa edilir. Bağdad, Bəsrə, Kərkük daxil olmaqla Ərəb İraqı, Ahıska və Vən daxil olmaqla Şərqi Anadolu Osmanlı dövlətinə verilir. Zəncir qalasından şərqdəki ərazilər və İrəvan Səfəvlərdə qalır. Osmanlılar Səfəvlərdən Van, Qars, Ahası qalalarına hücum etməyəcəklərinə dair təminat alır. Bununla da 100 ildən artıq davam edən Səfəvi-Osmanlı müharibələrinə son qoyulur. Belə, dəyərli abituriyentlər, ümid edirəm ki, faydalı oldu. İndi isə vəsaitimizdən dərs öyrənək. Hər birinizə zehin açıqlığı və uğurlar arzulayıram. Hələlik.